Ata deyir, oğlum dur, huzurda alim idi. Oyadırdı ki, dur gedək gecə namazı qılaq Nəcəfdə hərəmdə, Həzrət Əlinin hərəmində. Deyir ki, tənbəllik eləyirdim durmağa. Neçə dəfə durmadım. O da deyir, mənə çox mərhəmətlə olur. Bəzi atalar kimi yox, özü namaz qılır, gəlir çomaqla uşağını durulur ki, dur namazdır falan. O şəkildə olmaz. Deyir, çox yumuşaq tərzdə deyir, oğlum, xahiş edirəm, dur, gedirəm hərəmə, sən də gedək bir şirkət gecə namazı qılaq falan. Deyir, durmurdum. Bir dəfə deyir, axırda güclə, bəla ilə durdum, turşumuş üzlə, narazı ifadə ilə, belə ki, məni qoymadın yatam, getdim, deyir, getdi, hərəmə çatanda qapısına gördük dilənçilər oturub, əl açıb dilənirlər. Deyir, mənə baxdı, dedi ki, oğlum, bu dilənçilər görsən, səhər vaxtı, gecə vaxtı yuxularına haram qatıblar. Yəni, oyanıblar. Gəliblər bu ümidlə ki, keçən bəlkə nəsə verər. Heç kəs də söz verməyib onlara ki, gəlin sizə pul verəcək. Ümidlə gəliblər ki, keçənlərdən kimsə mərhəmət eləyər, nəsə verər. Sonra deyir, yerin göyün Allahı isə vədə verib gecə oyanıb ibadət eləyənlərə. Elə şeylər verəcəm ki, heç kəsə vermirəm. Xüsusi neymətlərdir onlar. Yəni, bu dilənçinin o yoldan keçənə inandığı qədər Allaha inanmırsan, deyir. Belə dedi mənə. Deyir, and olsun Allaha, bütün vücudum titrədi, deyir. Ondan sonra ömrümün sonunacan gecə olmadı ki, gecə ibadətini tərk edeyim. Sən keçirsən, gelirsən, dilənçini görürsən, deyir, hər baxışda bir ibrət var. Baxanda ona, başqa baxışla baxanda görürsən ki, sən demə, belə ibrətlər çıxarmaq olur. Həyat muizədir, ölüm muizədir. Peyğəmbər sallallahu buyurur ki, kəfa bil mauti vaizən, ölüm muizə eləməyə kifayətdir. Və mən danışıram burada, deyir, bu muizədənsə ölümə bax ki, çinlərinə qoyub aparırlar. Burada oturanlar hamısı elə bilir ki, hamısı da olmasa çox elə bilir ki, ölüm qonşu üçündür ancaq. Elə bilir, qonşular ölür də, bilmir ki, bizdə kiminsə qonşusu yox. Filan kəs rəhmətə getdi, filan kəs rəhmətə getdi. Bir gün mənim üçün də deyəcək, filan kəs rəhmətə getdi. Özdə belə də çox da şey eləməyəcək, doğrudan, bundan başqa bir reaksiya da olmayacaq.